1928-ci ilin bu 10 dollarlıq əskinazı yanvar ayında Amerikanın Heritage hərracında 3660 dollara, bizim pulla 6222 manata satılıb. Onu belə bahalı edən əsas 3 amil var. Birincisi bu ulduzlu əskinazdır. Seriyanın sonunda ulduz işarəsi olanda bu o deməkdir ki, həmin dollar xətalı və ya zədələnmiş hansısa əskinazın əvəzinə dövriyyəyə buraxılıb. Yəni xətalını aşkarlayıblar, məhv ediblər, əvəzinə buraxılana onun seriyasını verib, axırına ulduz işarəsini əlavə ediblər. İkinci amil onun köhnə olmasıdır. 1928-ci ildə Federal Ehtiyat Sisteminin Cleveland bankında çap olunub. D işarəsi məhz bunu bildirir. D işarəli ulduzlu 10 dollar əskinazlar nadir sayılır. Və nəhayət üçüncü əsas amil onun dövriyyədə olmamış 65 dərəcəsində sertifikatlaşdırılmasıdır. Numizmatikada keyfiyyətinə görə ən aşağı dərəcə 1, ən yuxarı dərəcə 70 sayılır. Əskinazlarda adətən maksimal dərəcə 67-68 olur. EPQ şirkəti belə yüksək dərəcədə bu daxil olmaqla bütün dünya üzrə cəmi 3 ulduzlu 10 dollar əskinazı sertifikatlaşdırıb. 1928-ci ilə aid əskinazın az qala ideal vəziyyətdə qalması inanılmaz bir şeydir. Rənglər o qədər gözəl və parlaqdır ki, sanki bu gün çap olunub. Buna görə kolleksiyaçılar belə əskinazlara minlərlə dollar ödəyirlər. Videonu bəyənməyi unutmayın.